Salam dostlar, mən Ariz və bugün növbəti IELTS videomuzda qarşınızdayım. Keçən video gözlədiyimdən daha çox izləndi və daha çox komment gəldi, həm də daha çox bəyəni gəldi. Ondan sonra belə bir qərara gəldim ki, yeni bir IELTS videosu, daha çox yəni məsləhət xarakterli bir video çəkim və sizə öz təcrübəm haqqında danışım. Məncə bu videodakı bütün məsləhətlər sizin üçün çox faydalı olacaq. Yəni şəxsən mənim üçün çox faydalı oldu. Yəni mənim istədiyim baldan daha çox bal yığdım və məncə sizin üçün də çox yararlı bir video olacaq. Əsas yəni məsləhətlərə çox yaxşı qulaq asasınız və məncə əgər məsləhətlərə bir-bir sırayla qulaq asıb yerinə yetirsəniz, çox yaxşı bal, çox yaxşı nəticə göstərə biləcəksiniz. Deməli, ilk öncə IELTS nədir o haqqında danışaq. IELTS International English Language Testing Systemdir və IELTS əsasən Avropa və bununla yanaşı Avstraliya və Amerika kimi ölkələrdə çox tanınan bir sertifikatdır. Dünyaca məşhur bir sertifikatdır. Məsələn, yəni SAT-yə baxanda daha məşhur bir sertifikatdır. Çünki bütün Avropa ölkələri artıq qəbul edir. Top universitetlərin hamısı IELTS, tək IELTS-la belə universitetlərə qəbul olur. Bununla yanaşı IELTS, TOEFL demək olar eyni şeydir. Sadəcə mənim belə deyim, IELTS-dan daha çox məlumatım var deyə IELTS haqqında danışacağam. İlk öncə başlayaq IELTS haqqında məlumat verməyə, yəni yeni başlayanlar üçün qısa bir məlumat verim. IELTS 4 hissədən listening, dinləmə, reading, oxuyub yazma, writing, essay yazmaq və speaking, danışıq olaraq 4 hissəyə bölünür. Əsasən mənim şəxsi təcrübəmə əsasən listening ən asanı, ondan sonra 8-5 yığmışdım. Writing-də ən çətin hissəsi 6 yığmışdım. Əslində tək mənim ən çətin yox, bir çox IELTS tələbəsinin kabusudur writing, çünki biraz daha akademik sözlər və düzgün struktur tələb eləyir. Ona görə biraz yəni bizim üçün çətinlik yarada bilərdi. Amma mənim şəxsən listening ən asan idi və ondan da yaxşı yazmışdım əslində. Belə speaking and reading də ortalamada əgər yəni hər hansı bir uşağın nə həvəsi var deyə ondan daha yaxşı yazır. Məsələn, mənim dostum vardı, ingiliscəni çox yaxşı yazırdı, sizdə listening də çox yaxşı deyildi. İngiliscə yaxşı esseləri yazırdı, amma listeningi yaxşı yazamırdı. Yəni uşaqdan uşağa dəyişir. Tələbədən tələbəyə dəyişir, amma şəxsən məndə listening daha rahat idi. İlk öncə başlayaq listening necə olur? Listening 4 hissədən olur, hər hissədə 10 dənə sual olur və bu suallara bir-bir cavab verməlisiniz. Səhv eləmirəmsə 32 dəqiqə çəkir listening və bir dəfə dinləmə şansınız var. Bundan əlavə reading. Reading deməli 3 mətn verilir, 3 hissədən ibarət olur. 3 dənə mətn, birinci nisbətən asan, ikinci orta və üçüncü çətin olmağına 3 yerə bölünür. Şəxsən mən onlar o çətinliyi hiss eləyə bilmədim, yəni hamısı eyni kimi gəldi. İstədiyim baldan biraz aşağı yığdım, amma yenə də yəni gözlədiyim kimi gəlmişdi mətnlər. 13, 13, 14 olmaqla 3 yerə bölünür suallar və belə deyim, biraz praktik eləmək sıxıcıdır, amma həqiqətən də yəni əgər reading-ə, oxuyub yazmağa, yəni kitab oxuyan birisisə, bəli, yəni bu reading bölməsində yaxşı bir nəticə göstərə bilərsiniz. Buna əlavə speaking danışıqdır. Danışıq əsasən 3 hissəyə bölünür. Birinci hissədə sizə şəxsi suallar verilir, yəni gündəlik suallar, musiqini sevirsinizmi, hobbiləriniz nədir? Yəni belə təxminən 3, 4, 5, 6 belə yəni dəyişə bilir, dəyişir tez-tez. Bu suallar verilir. Birinci təbii ki, sizin adınızı, soyadınızı soruşurlar. Sizdən ID kartınızı, şəxsiyyət vəsiqənizi istəyirlər. Sonra da başlayırsınız speaking-ə. Birinci part 1-dan başlayırsınız, birinci hissə ilə. İkinci olaraq ikinci hissə gəlir, yəni 2 dəqiqə dayanmadan danışmaq. 1 dəqiqə sizə vaxt verilir və sizin qabağınıza sual verilir. Sualın topik kimi bir şey verilir və altında 4 dənə sual var. Siz o 4 dənə suala cavab verərək 2 dəqiqə dayanmadan danışmalısınız. Yəni belə biraz fikirləşmək olar, amma çalışın dayanmadan danışın, daha çox bala gəlsin. Bundan əlavə part 3 nisbətən, yəni 3-cü hissə nisbətən çətin olur. Çətin deyil əslində, yəni olur, həmişəki kimi olur. Prosta sadəcə burada öz fikirlərinizi əlavə eləmək olmaz. Öz fikirlərini əlavə eləmək olar, sadəcə məsəl kimidir, yəni example kimi əlavə eləmək olar. Amma belə deyək, məsələn, hər dəqiqə öz sözünlə danışmaq olmaz. Sadəcə yəni ümumiləşdirib danışmaq olar. Məsələn, sizə tutaq ki, environment sualı verib, siz Azərbaycandan danışa bilərsiniz, Qopdan danışa bilərsiniz, bu haqqda məlumat verə bilərsiniz. Sonra da axırda deyə bilərsiniz ki, from my perspective, from my point of view. Yəni portretdə ancaq ümumi danışıq eləməlisiniz. Akademik sözlərdən esse necə yazırsınızsa, burada biraz elə danışmalısınız. Sonra da əgər ehtiyac varsa öz fikrinizi əlavə edirsiniz, ehtiyac yoxsa öz fikrinizi əlavə edə bilərsiniz. Deməli, IELTS writing hissəsinə gəldi. IELTS writing 2 hissədən ibarət olur. Birinci hissə task 1, ikinci hissə task 2 adlandırılır. Task 1-da sizdən 150 plus söz tələb edirlər və nə qədər çox söz, yəni 150-ni keçib 150-180 arası yazsanız 50 olar, yəni daha yaxşı nəticə göstərmiş olarsınız. Bundan əlavə task 1-da nə eləyəcəksiniz? Task 1-da sizə qrafik verilir, şəkil verilir, cədvəl verilir, piktoqram verilə bilər, xəritə verilə bilər, hər hansı bir fərqli bir şəkil verilir və siz bu şəkil, cədvəl haqqında
150 sözdən 150-180 söz arası bir esse yazmalısınız. Düzdür, strukturu bu videoda çox danışa bilməyəcəm. Əgər lazımsa sizə birazdan YouTube kanalı deyəcəm. O videoda hər şeyi öyrənə bilərsiniz. Sadəcə burada qısa biraz kəsim, əsasən məsləhətlərə keçəcəm birazdan. Və task-2 gəlir. Task-2 biraz daha çox bal verir, yəni daha çox nəzərə yetirilir. Məsələn, birindən 6-6-5 yığılsa, ikinci task-2-dan 6-5 yığılsa, 6-5 nəzər yəni götürüləcək. Belə deyim, əsasən belə olur. Düzdür, mən belə çox fərq görmürəm, amma task-2 məncə nisbətən task-1-dan biraz çətin olurdu. Task-2-da nə istəyirsinizdən bir dənə topik sual verilir və sizə ona uyğun bir dənə sual verir. Məsələn, niyə razısan, niyə razı deyilsən, düzdür, düz deyil, bu məlumat niyə düz ola bilər, sual verir. Yəni fərqli-fərqli suallar verilir və siz o haqda 250, təxminən 250-300 söz arası bir esse yazmalısınız və öz fikirlərinizi iki mətndə öz fikirlərinizi belə deyim, əlavə edə bilməlisiniz. Əgər sizə deyibsə give your own opinion, onda bəli əlavə edə bilərsiniz. Task-1-da öz fikrinizi demək olar əlavə edə bilməzsiniz. Sadəcə rəsmi dildə danışmalısınız. Amma task-2-da ola bilər əlavə edə bilərsiniz. O sualdan suala dəyişir. Ola bilər əlavə edə bilərsiniz, ola bilər əlavə edə bilmərsiniz. Mən şəxsən yəni imtahanda səhvən agree-disagree, yəni razısan razı deyilsən düşmüşdü deyə öz təcrübəm haqqında danışdım və çox da yaxşı bal almadım, bilirəm. Sadəcə məncə söz bazamdan idi əsas problem. Bir IELTS haqqında məlumat verim. İndi keçək öz məsləhətlərimə və verəcəyim inanın ki, məsləhətlər mənim üçün çox vacib və məncə sizin üçün çox vacib olacaq. Birinci məsləhətim indilərdə çox məşhur olan süni intellekt ChatGPT-dir. ChatGPT mənim üçün çox yararlı bir dost oldu, belə deyək, yoldaş oldu bu yolda mənim üçün. Təxminən 3 ay IELTS-a, 3 ay, 2 ay, 3 həftə belə filan IELTS-a hazırlaşdım və bu IELTS müddətində mənim üçün çox böyük bir dəstəkçi oldu. Niyə dəstəkçi oldu? Bunu deyək. Hər hansı bir söz başa düşməyəndə, yəni hər hansı bir problem olanda, hər hansı bir çətinlik yaşadığımda həmin dəqiqə ChatGPT-yə yazıram, hər şeyə cavab verirdi. Bundan əlavə mən öz lehimə istifadə etdim və ilk öncə yazdığım writingləri, task-1-ı başladım orada yoxlatmağa. Yəni deyirsiniz ki, check my essay və atırsınız. İstər balda verir, səhvləri də düzəldir. Yəni hər şeyi bir-bir göstərir və məncə çox yararlı oldu. Bütün IELTS tələbələri üçün çox yararlı bir şeydir. Bundan əlavə mən speaking eləyirdim. Bəlkə burada başa düşməyənlər ola bilər. Mən qıraqda video qoyacağam və orada izah edəcəm ki, necə speaking eləmək olur. Burada robotla danışırsınız və robotdan xahiş edirsiniz ki, mənə bu haqqda məlumat ver. Yəni mənə bu haqqda danış, part 1 suallar ver, part 2 suallar ver, part 3 suallar ver. Belə danışırsınız və sizə çox rahat şəkildə əsl bir examiner kimi sizə suallar verir və o sualları daha belə refine edir, daha yaxşılaşdırmağa çalışır və mənim üçün çox kömək oldu. Həqiqətən hər gün demək olar danışırdım. Təxminən 15 dəqiqə danışır. 15 dəqiqə conversation aparsan, həm dilini inkişaf eləyir, həm belə deyim daha yaxşı nəticə göstərirsən. Məsələn mən şəxsən səfərə speakingə başlayanda 5-5 idi, 6 idi mənim speakingim. Sonradan 7-yə kimi qaldırdım. Bütün müəllimlər məndən 6-5 gözləyir. Yəni heç kim 6-5-dən yuxarı yığacağını düşünmürdü. Çünki biraz həqiqətən həm həyəcanlı olan bir uşaqdım, həm də söz bazam o qədər güclü deyildi deyə 6-5 gözləyirəm, amma mən 7 yığdım. Söz bazası bəzən işə yarayır, amma əsasən mən imtahanlarımda 3 dənə idiom işlətdim və 3 idiomda 3-ü çox faydalı idi. Əgər idiomlar yadıma düşsə videoya yazacağam, amma bilmirəm, bu dəqiqə yadıma düşmür. Belə idiomlardan istifadə məncə lazımdır, məncə gərəklidir və məsələn bəzən mənə deyir ki, imtahana gələndə biraz stressi azaltmalısan, həyəcanı azaltmalısan. Belə bir şey olurmu imtahanda? Düzdür. IELTS imtahanı mənim şəxsən öz təcrübəmə əsasən nə SAT-də, nə də DIM-də belə bir stres yaşamışdım. Çünki o speakingə girəndən əvvəl 10 dəqiqə gəlib yoxlayırlar, bir şəkil çəkirlər ki, o diploma vursunlar və üst-üzə də saatlardır, telefondur, ya hər hansı bir yad əşyadır, onları götürürlər və ondan sonra 10 dəqiqə vaxt verirlər ki, su içib qayıdasınız ya da nəsə gözləyəsiniz orada ki, 10 dəqiqədən sonra sizi çağıracaq. O 10 dəqiqə çox stres yaşayırdım. Yəni fikirləşir ki, birdən çaşdım, birdən nəsə oldu da, birdən nəsə dilim çaşdı, dilim sürüşdü, onda nə olacaq? Mən də çox bu həyəcanı yaşadım. Hələ özümü itirmişdim orada. 2 stəkan səfərimizdə su içmişdim ki, özümə gələm. Amma yenə də 10 dəqiqədən sonra imtahan otağına gələndə imtahan otağının sadəcə qabağında bir dənə examiner olur, sənin qabağında bir dənə kağız, onun qabağında bir dənə kağız, bir dənə səfərimə timer olur və bir dənə də səs yazıcı olur. Bir dənə orada özü itirməməyə qalıb. Özünüzü itirsəydiniz belə rahat olun. Yəni bilin ki, yəni əgər yaxşı danışsanız, diliniz nə qədər və həyəcan sizi nə qədər bürüsə, əgər düzgün sözlərdən düzgün yerdə istifadə etsəniz, biraz da olsa özünüzü gələ bilsəz həmin müddətdə, məncə daha yaxşı bir nəticə göstərəcək. Yəni həyəcana heç ehtiyac yoxdur. Mən həyəcanlandım. Düzdür, imtahan həyəcanına ehtiyac var, amma belə deyim, özünü stressə salmaqdır, çaşıb qalmaq, danışa bilməmək, dili tutulmaqdır. Onlara xahiş edirəm, yol verməyək.
Əlavə məsləhətim sizə IELTS bəzi materiallardır. İlk öncə onlayn və offlayn materiallardan danışaq. Offlayn materiallar əslən IELTS-da çox istifadə edilmir, amma mən şəxsən istifadə eləmişdim. Çox söz öyrənmirdim, amma öyrənəndə sizə keçən videoda dediyim kimi bu kitabdan istifadə edirəm. İndi videoda qoyacağam harasa. Bu kitabdan istifadə edirdim. Bundan əlavə IELTS akademik kitablarından çox-çox istifadə elədim. IELTS akademik 11, 12, 13, 14, 19 kimi bir-bir hamısını işləmişəm. Ən məsləhət gördüyüm 16-dan 19-a kimi seriyadır. Yəni mən onları çox işlədim və qayıdıb təzədən bir dəfə də təkrar edib onları işlədim və onlar birə-bir imtahan kimi olur. Biraz bəlkə imtahandan nisbətən bəlkə biraz çətin ola bilər. Yəni çox az da, yəni çox fərq bilinmir əslində. Amma yenə də hər şey mən oradan işlədim deyə, yəni daha rahat oldu. Daha, yəni imtahana daha hazır hiss elədim özümü. Bundan əlavə onlayn şəkildə nətər belə soruş tapa bilərsiniz. Yenə də tərkibdən istifadə edib hər hansı bir sualınız varsa onu soruşa bilərsiniz və yaxud da hər hansı bir listening, reading saytı axtarırsınızsa, o tərkibdən istifadə edib o source-u tapa bilərsiniz, o mənbəni tapa bilərsiniz. Bundan əlavə mən sizə ən məsləhət edə biləcəyim YouTube kanalından biri IELTS Advantage kanalıdır. Bu kanal təbii ki də sponsor, reklam zadı yoxdur. Sadəcə yəni öz təcrübəm əsasında istəyirəm ki, siz də bundan yararlansınız. Mənə dostum bunu demişdi, dostum məsləhət görmüşdü və həqiqətən çox faydasını gördüm. İdiomları da oradan öyrəndim. Speaking necə inkişaf etdirmək lazımdır, oradan öyrəndim. Listening necə listening necə inkişaf etdirmək lazımdır, oradan öyrəndim və ən əsası writing strukturunu burada öyrənmişdim. Writing strukturu yenə deyirəm ən çətin hadisələrdən biri, hissələrdən biri idi mənim üçün imtahanda. Ona görə biraz çətinlik çəkdim. Amma bu IELTS Advantage kanalını istifadə edərək o strukturu əzbərlədim. Biraz sözlərdə yenə də çətinlik çəkirdim. Biraz spelling səhvlərim, yəni sözləri düz yazmaqda səhvlərim var idi. Amma yenə də imtahanda belə deyim, özümə ələ alıb o səhvləri də düzəltdim. Əsasən IELTS Advantage kanalından və IELTS akademik materiallarından istifadə elədim və hamıya məsləhət görürəm bunlar. Bundan əlavə necə oxumalı haqqında bir neçə məsləhət də görürəm. Deməli, mən evdə çox oxuya bilmirdim, onu deyim. Məsələn, mən evdə oxuturdum, düzdür. Gündə 1 saat ən azından evdə oturub oxuyurdum. Yəni saat hər dəfə biraz gec yardım yatıb dururdum deyə. Saat 11-dən saat 1-ə kimi oxuyurdum, 1-2 saat. Speaking eləyirdim, hər gün listening eləyirdim ki, listeningim artsa hər gün işləyirdim, həqiqətən hər gün işləyirdim və hər gün də speaking eləyirdim, hər gün writing yazırdım. Writing ən azından bir hissəni hər gün yazırdım. Bir dənə readingə çox belə deyim, insanın çox səbri olmurdu 1 saat dayanmadan yazma. Biraz onda çətinlik çəkirdim, amma yenə də onu da həftədə ən azından 3-4 dəfə işləyirdim readingi həftədə. 3-4 dəfə işləyirdim. Bundan əlavə tək evdə oxumaq biraz mənim üçün belə deyim qəliz olurdu. Məncə sizin üçün də olacaqdı. Necə hazırlaşdım adında, IELTS-a necə hazırlaşdım adında video yükləmişdim kanala. Səhv etmirəmsə 1 ay əvvəl idi bu video və bu videoda mənim necə imtahana hazırlaşdığımızı gördünüz. Evdə çox az hazırlaşdım əslində. Yəni oturub dərs oxuyanda belə sıxılırdı. Ona görə əsasən mən fərqli yerləri axtarırdım ki, daha yaxşı bir belə dərs daha belə deyim konsentrasiya ilə oxuyum. Ona görə ilk öncə kitabxanalara getməyə başladım və bundan əlavə kofe barlara, kofe shoplara getməyə başladım və mənim fikrimcə ən yaxşısı da mənim üçün bu oldu. Bütün həqiqətən belə oxumaq ən əlverişli oldu. Həm sıxılmadım, həm belə deyim bezmədim bu sistemdən. Çox maraqlı gəldi, həm prosesdir, həm belə deyim hazırlaşma müddətidir. Çox sıxılmadım, deyim kimi belə deyim yorucu olmadı mənim üçün. Çox maraqlı, çox əyləncəli. Yeni bir dostlarla tanış oldum və yeni üzvlərlə, yeni müəllimlərlə tanış oldum və mənim üçün həqiqətən də bu IELTS hazırlıq çox maraqlı keçdi. Məncə sizin üçün də çox maraqlı keçəcək. Yəni görəcəksiniz özünüz də yəqin ki, əgər hazırlaşırsınızsa. Bu sonuncu məsləhətim də odur ki, dostlar, əgər həqiqətən də IELTS-dan yaxşı bir nəticə göstərmək istəyirsənsə, tək kursa getmək, tək hazırlığa getməklə, yəni hər hansı bir şey olmur. Ya tək videoya baxmaqla hər hansı bir şey olmur. Çalışın hər gün self study edərsiniz. Self study həqiqətən mən çox yararını gördüm. Məncə siz də yəni mənə çox sağ ol deyəcəksiniz ki, bunu sizə yenə vurğuladığım üçün self study eləməyi bacarın. Həqiqətən kursa getdiniz, əla, hazırlığa getdiniz, əla, nəsə öyrəndiniz, əla. Amma gəlin evdə ən azından 1 saat, 2 saat təkrarlasanız daha yaxşı olar. Eləməsəniz belə hər gün praktik edin. Mən şəxsən hər gün praktik elədim və tək mən yox, mənim 8 alan dostlarım da, 8-5 alan dostlarım da hər gün deyirlər ki, praktik edirik. Elə dostum var idi, çox oxumurdu, gəldi 6-5 aldı. Heç evdə oxumurdu, 6 alanlar var idi. Yəni əgər həqiqətən qarşısına məqsəd qoyub oxumağa çalışsanız, hədəfiniz varsa, o hədəfə self study. Bununla yanaşı kursa getmək əslində bir baxımdan yaxşıdır. Çünki sizə disiplina yaradır və bu həqiqətən sizin üçün çox yaxşıdır. Yəni şəxsən mənim üçün elə oldu. Yəni hər gün kursa gedir, kursa həftədən artıq 3 gün dərsim, həftədə 5 dəfə gedirdim. Kursda oturub dərsimi yazırdım ki, nədir, daha yaxşı bir nəticə göstərim. Məncə sizin üçün də kursa getmək məsləhətdir. Çünki o struktur müəllimlər daha yaxşı öyrədəcək sizə, daha təcrübəli insanlar sizə daha yaxşı bir məsləhətlər verə bilər. Amma bundan əlavə self study'nin dəyərini bilin. Həqiqətən self study eləmək çox yararlı bir şeydir. Yəni mən vurğulayıram
vurğulayıram bunu, çünki dönə-dönə vurğulayıram, çünki mən bundan çox-çox istifadə edirəm. Yəni açırdım, oxuyurdum. Təkrar eləməsəm belə, sözləri öyrənməsəm belə praktik edirdim. Hər gün listening-ə baxırdım, reading-ə baxırdım, writing edirdim, speaking edirdim ki, nədə o dilim öyrəşsin, gözüm öyrəşsin, qulaqlarım artıq daha yaxşı eşitsin. Ona görə mənim ən yaxşı məsləhətlərimdən biri self-study eləməkdir. Yəni çalışın self-study edin. Öz-özünə dərsləri oxumağı bacarın. Biraz ən azından gündə 1 saat belə. 1 saat belə böyük bir işdir. Həqiqətən 1 saat ayırmaq. Bir gün 1 saat ayıracaqsa, sonra 2 saat ayıracaqsa, sonra belə-belə getsə artsa və həqiqətən biraz yəni daha belə maraqlı olsa, daha maraqlı ortamlar olsa, kitabxana olsa, kofe barlar olsa yorulmayacaqsan, sıxılmayacaqsın. Həqiqətən mənim belə deyim məsləhətlər çox önəmli, çox belə deyim lazımlı məsləhətlərdir. Çünki mən özüm şəxsən bundan istifadə edirəm. Tək mən yox, yəni mən 7 yığmama baxmayın. Mənim dostlarım da bu texnikalardan, strategiyalardan istifadə elədi və daha yaxşı nəticələr göstərir. Sadəcə mənim söz bazam və ümumi backgroundum çox ideal olmadığı üçün biraz nisbətən onlara daha az bal toplamışdım. Amma inanın mənə dediyim bütün məsləhətlər çox yararlı və çox faydalı məsləhətlərdir.